Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar Edibazda təhsil platformasında paylaşdığım 7-ci sinif RFM sınaq 1 suallarının izahı olacaq. Əvvəlcə sınaq qrupu haqqında qısa məlumat verim. Sınaq qruplarımız 4, 5, 6 və 7-ci siniflər üçün nəzərdə tutulub. 7-ci siniflər üçün RFM sınaqlar qrupudur. 6-cı siniflər üçün həm monitoring, həm RFM, həm də ki lise və gimnaziyalara qəbul, yəni 3-ü 1 sınaqlar qrupundadır. 5-ci siniflər üçün isə Lütfüzadə riyaziyyat və məntiq olimpiyadası, həmçinin digər olimpiyadalar, həmçinin də lise və gimnaziyalara qəbul, erkən hazırlıq da 1 sınaqlar qrupundadır. 4-cü siniflər üçün isə həm Lütfüzadəyə erkən hazırlıq olsun, digər olimpiyadalara hazırlıq, həmçinin 4-cü monitorinqə aid sınaqlar bir qrupda paylaşılır. Həmin bu sınaqlar hər ay 15 sınaq olmaqla hər ay paylaşılır. Məsəl üçün, biz dekabr ayından başlamışıqsa, dekabr, yanvar, fevral, mart, aprel, may və iyunun axırına kimi təxminən 7-6 ay edir və bu zaman hər ay 15 sınaqdan nəzərdə tutsaq, sonuçta 105 və ya 90 sınaq etmiş olur. Həmin bu bütün sınaqlar hamısı birlikdə, yəni 4-5 ayın sınaqları və həmin bu sınaqların video izahları hamısı birlikdə bir, məsələn 7-ci sınaqlar qrupu üçün digər qurumların təşkil etdiyi sınaqlar, sınaq imtahanı qiymətinin 2 qatı qədərdir təxminən, yəni və ya 3 qatı qədər. Yəni çox cüzi miqdarda ödənişlə siz bu qədər 90 və ya 100-ə yaxın sınaqlar işləyəcəksiniz. Amma halbuki siz 2 dəfə sınağa gedirsiniz, həmin pulu ödəmiş olursunuz və ya 3 dəfə gedirsiniz, pul ödəmiş olursunuz digər sınaqlara. Ancaq bizim bu sınaqlar qrupumuz sadəcə o 2-3 imtahan qiymətinədir, cüzi miqdardadır. Qoşmaq üçün 055 774 48 36 bu nömrə ilə əlaqə saxlayın və yaxud da WhatsApp-ından yazın ki, biz də sizi həmin sınaqlar qrupuna əlavə edək. Yəni, suallarımız gördüyünüz kimi, yəni çox keyfiyyətli suallardır, zəka gəlişdiricidir və yeni nəsil suallardır. Yəni, heç yerdə rastlaşmadığınız suallarla da tanış olacaqsınız. Yəni, yeni nəsil qəbulda və ya lise və gimnaziyalara qəbulda, olimpiyadalarda qarşınıza çıxacaq sual tipləridir. Yəni, bu suallar işləyərək mütləq uğur qazanacağınızı əminliklə deyə bilərəm. İndi keçək izahımıza. Həmçinin onu da deyim ki, hazırlıq qruplarımız da var. 4, 5, 6-cı siniflər üçün hazırlıq qruplarımız üçün endirim var. Hansı şagirdlər üçün endirim tətbiq olunur? Əgər desəz ki, bizim şagird, bizim övladımız güclüdür, riyaziyyatı və Lütfüzadədən medal qazana biləcək səviyyədədir. Həmin şagirdi mən yoxluyuram. Gerçəkdən də medal qazanacaq bir səviyyədədirsə və ya lise və gimnaziya qəbul olacaq bir səviyyədədirsə, həmin şagirdlərə 50%, 60% endirim tətbiq edirəm. 4-cü siniflər üçün də sınaqlar qrupumuza da çox aşağı qiymət tətbiq olunur. Sınaqlar qrupu üçün hazırlıq isə 5-6-cı siniflər üçün də tətbiq olunur, həmçinin sınaqlar qrupunda da. İndi keçək izaha. Birinci sual deyir ki, A kiçikdir 0, 0 da kiçikdir B-dən. Yəni, buradan anlaşılır ki, A müsbət ədəddir, B isə mənfi ədəddir. Bunları qeyd aparaq. A müsbətdir, yox, A, gördüyümüz kimi A mənfidir. A çünki 0-dan kiçikdir, A mənfidir. Mənfi yazıram. B isə müsbətdir. Buradan da B bərabərdir. B də müsbətdir. Müsbət. Bunu qeyd aparıq. Sonra deyir ki, K bərabərdir. B çıxılsın A bölünsün A. Həqiqi ədəd verilir. Yəni, burada tam ədəddə ola bilər, kəsr ədədlər ola bilər. Yəni, həqiqətlər olsun. Buna görə K ədədi aşağıdaşların hansı ola bilər? Biz bu K-nın ifadəsini sadələşdirsək, burada əvvəlcə K bərabərdir. A da B çıxılsın A da A kimi yaza bilərəm.
Çünki bilirik ki, burada məxrəclər eyni olduğu üçün, A olduğu üçün hər iki kəsirimizdə A-nı yazıbdır. Sonra surətdən surəti çıxıb gördüyümüz kimi B çıx A yazıb. Yəni bunu biz belə sadələşdirmək üçün bu cür etdik. İndi burada A ilə A ixtisar gedir. Burada qalır 1, 1. Bu da alınır. A-da B çıxılsın 1. Yəni K nəyə bərabər oldu? Yazıram. K bərabərdir. A-da B çıx 1. Buna bərabərdir. İndi biz buradan müəyyən analizlər edəcəyik və ya K-nın hansı qiymət ala biləcəyini və ya hansı qiymət ala bilməyəcəyini araşdıracağıq. Burada gördüyümüz kimi biz dedik ki, B müsbətdir, A isə mənfidir. Yəni B sıfırdan böyüksə müsbətdir, A sıfırdan kiçiksə mənfidir. İndi buradan da belə nəticə çıxır ki, əgər B müsbət, A mənfidirsə, o zaman bizim bu kəsrimiz, A-da B kəsrimiz də mənfidir. A-da B kəsrimiz də mənfidir. Yəni B müsbət ədəddir, A isə mənfidir. Yəni müsbəti mənfiyə və ya mənfini müsbətə böldüyümüzdə əks işarəli ədədlərin nisbəti nədir? Mənfidir mütləq. İndi əgər bu kəsirimiz mənfidirsə, bu gördüyümüz 1 də çıxıbdır. Tutaq ki, biz B-yə 1 versək, müsbət 1. A-ya isə mənfi 2 verirəm. Kəsir yaratmaq üçün belə etdim. İndi burada alınacaq ki, A-nın yerə mənfi 2 qoyduq. B-nin yerə 1. Burada K bərabər yazıram. Çıxılsın nə? Bu 1. Buradan alınacaq ki, bura mənfi 2-də 1 alınacaq. Buradan mənfi 2-də 1. Çıxılsın nə? 1. Buradan da alınacaq mənfi 1 tam 2-də 1. Yəni gördüyümüz kimi burada bizim bu K-nın qiyməti 1-dən böyük, yəni belə deyim, mütləq 1 tam neçədə, yəni burada düzgün kəsir ola bilmir. Və yəni qarışıq ədəd olması lazım. Mütləq qarışıq ədəd olur burada. 1 tam neçədə 1. Çünki burada A-da B kəsiri bizə mənfi cavab verdiyi üçün bu mənfi ilə bu mənfi doğru 1 tam neçəyə. Yəni buradan da anlayırıq ki, və mənfi 1 tam neçəyə. Yəni hər zaman bizim bu K-mız mənfi ədəd olur. Ona görə C ilə A, C ilə D variantı ola bilməz. Çünki K mütləq mənfi ədəddir. Çünki burada mənfidir. Bu da mənfidir. Mənfidən də mənfini çıxanda edir mənfi. Burada gördüyümüz kimi A-da B bizə mənfi verəcək. Niyə? Çünki B bölünsün A. B burada müsbətdir. A mənfidir. B mənfidirlə müsbətə böləndə, müsbətlə mənfiyə böləndə mənfidir. Demək ki, bura mənfidir. Bu 1 də çıxsa nə olacaq? Mənfi 1 tam neçəsə. Yəni mütləq mənfi eləyir cavablarımız, K-nın qiyməti. Ona görə C ola bilməz. Çünki müsbətdir. D də olmaz, müsbətdir. B niyə olmaz? Çünki dedik ki, mütləq mənfi 1 tam neçəsə eləyir. İlla ki, 1 tam var burada. Demək ki, B bəndə ola bilməz. O zaman cavabımız avtomatik A variantı olur. İndi bu A variantı necə olur? Bunu da edəcəyik. Necə alınacağını. Dedik ki, K bərabər nəyə? A-da B çıxılsın 1-dir. Burada biz A üçün tutaq ki, verək mənfi 3, B-yə də müsbət 1 verək, çıxılsın 1. Yəni, istədiyim qiyməti verə bilərəm. A sıfırdan kiçik olan istənilən ədəddir, kəsir də ola bilər, tam ədəd də ola bilər. B-yə də istənilən sıfırdan böyük kəsir və ya müsbət ədədlərdir. Buradan da bərabərdir, mənfi 3-də 1 eləyir bura. Çıxılsın 1, bu da bərabər olur, mənfi 1 tam 3-də 1 eləyir. Elə bu da mənfi 3-də 4 deməkdir, düz yolun keçəcəksə. Yəni, A variantını ala bildik. Yəni, istənilən mənfi 1 tam neçəsələr alınır və yaxud da tam ədəddə ola bilər. Yəni, mənfi tam ədədlər də ola bilər. Tutaq ki, biraz A-ya biz mənfi 1 versək, B-yə isə istənilən müsbət ədəd, məsələn 10 verdim. O zaman 10 bölünsün mənfi 1, eləyir mənfi 11, çıxılsın 1, o da bərabər mənfi 12. Yəni, ya mənfi tam ədədlərdir K-nın qiyməti və yaxud da ki, mənfi 1 tam neçəsədir? 100%, yəni belədir, konkret. Ona görə cavabımız A variantı olur. Keçirik indi ikinci suala. A, B və C müsbət ədədlərdir və bizə bu şərti verib olduğuna görə variantların hansı mütləq doğrudur?
Biz bu bərabərsizliyi həll edək. Bu bərabərsizliyi yenə də burada belə həll edəcəm. Bunu C-də A, üstə gəl, C-də B kimi yazacağım. Yenə də birinci sualdaşı kimi, yəni belə baxa bilərik. Bu məxrəclər C olduğu üçün məxrəci C yazıb, surəti də toplayıb A üstə B yazıb. Yəni biz sadəcə parçaladıq. Kiçikdir C-də A, üstə gəl 1-ə, bura. İndi bu C-də A olduğu üçün qalır burada üstə gəl C-də B. Sonra bu C-də A-nı da bu tərəfə keçirsək, bərabərsizliyi bu tərəfə keçirsək, müsbət ifadədir gördüyümüz kimi C-də A. Bərabərsizliyin digər tərəfə keçəndə olacaq mənfi C-də A kiçikdir müsbət 1-dən. Gördüyümüz kimi bu C-də A ilə bu C-də A əks işarəlidir. Yəni bunları toplasaq bunlar 0 eləyəcək, islah gedir. Burada qalacaq C-də B kiçikdir 1. Buradan da C-ni çarpaq 1-ə vursaq, buradan alınacaq B kiçikdir C vursun 1, yəni C-dən. Demək B kiçikdir C olacağımız B variantı mütləq doğrudur. Yəni bu B kiçikdir C. Digərlərini yoxlamaqda iş qalmadı. X, Y, Z müsbətlər olmaq şərti ilə bu bərabərlik verilib. İndi ki bunun qiymətini tapın və bu bərabərliyimiz verilib. Sonra bu ifadəmizin qiyməti verilib. Bizə deyir ki X plus Y cəmini tapın. İndi biz bu bərabərlikdən Y-i Y-ə vuracam. X-i də Z-ə alınacaq ki Y kvadrat X vurulsun Z bərabər Y-in kvadratına. Bizdə gördüyümüz kimi bu ifadədə XZ var. XZ-in yerinə belə Y kvadratı qoyacaq. Orada biz hər hansısa bir iki ədədin cəminin mörtəzə kvadratını tapmış olacaq müxtəsər bölgə düsturu üzərindən. İndi XZ-in yerinə Y kvadratı qoyuram. Çünki XZ dedik Y kvadratıdır. Burada da X kvadratı üstəcə Y kvadratı üstəcə 2X Y bərabər 9 olacaq. Buradan da biz Y kvadratı ilə X kvadratının yerlərini dəyişsə, yəni tam belə müxtəsər bölgə düsturunda gördüyümüz düsturu görərik. Üstə gəl 2X Y yerlərini dəyişdirəm. Yəni burada toplamların yeri dəyişəndə cəm dəyişmir, bunu bilirik. Gördüyümüz kimi bu X kvadratı 2X Y üstə gəl Y kvadratının nəyin açılışıdır? X üstə gəl Y-in mörtəzə kvadratının açılışıdır. Bu da bərabərdir. Yəni bura oldu bu. Bərabər 9-a. Bizə deyir ki, X, Y, Z müsbət ədədlərdir. Müsbət ədəd olduğu üçün biz bilirik ki, burada hal-hazırda X plus Y-in kvadratı 9-sa, X plus Y də bərabərdir plus minus 3-ə. Yəni, həm mənfi 3-dür, yazıram mənfi 3 və yaxud da X plus Y bərabərdir müsbət 3-dür. Çünki mənfi 3-ün də kvadratı 9 verir, müsbət 3-ün də kvadratı 9 verir. Sadəcə bizə deyir ki, X, Y, Z müsbət ədədlərdir. Ona görə biz müsbət qiyməti 3-ü getiririk cavab kimi. Cavabımız A variantı. 4-ə baxırıq. X və Y müsbət tam ədədlər olmaqla yenə X və Y-imiz müsbət tam ədəddir deyir. 3x üstə gəl 5y bərabər 44 tənliyini ödəyən x, y cüzlərinin sayı neçədir? Biz buradan məsələn 3x-i axtarsaq və ya 5y axtarsaq, fərq etmə, hər hansı birini axtara bilərik. Mən 3x-i axtaram. 2 bərabər 44 çıxsın 5y. 44 çıxsın 5y. Buradan da x-i axtarsaq, x bərabər olacaq 44 çıxılsın 5y bölünsün 3. Kəsir xətlə böldüm. Yəni bu ifadəni bölməliyik 3-ə ki, x-i tapa bilək. İndi buradan istifadə edib biz y və x-in qiymətlərini tapacağıq. Necə tapacağıq? X, y-lər tam ədədlərdir, tam müsbət ədədlərdir. Ona görə biz x-ə, məsələn, burada y-ə müsbət ədəd verəcəyik, müsbət tam ədəd. Yerinə qoyacaq istənilən müsbət tam ədədi və 3-ə bölünən bir cavab tapmalıyıq. Çünki 44 çıxılsın 5y elə bir ədəd olmalı ki, 3-ə bölünən ədəd olmalıdır və 3-ə bölünən x-i də müsbət tam ədəd tapa bilək. Çünki tam ədəd deyir bizə. Və işte axtaraq. İndi mən burada x və y yazıram. İndi y-ə burada 1 verirəm. Tax ki. O zaman bərabərdir. Buradan x bərabərdir olacaq. Y-ə 1 verdim. 1 yazdıq. Qırmızıdan yaza bilərəm 1. İndi bərabər olacaq. 44
çıxılsın 5 vurulsun 1 bölünsün 3. 5'i 1'e vuranda 5 edir. 44'ten 5 çıxan 39 edir. 39 3'e bölünə 13 edir. Yəni x'imiz 13 oldu. Y-in 1 qiymətində alındı. Yəni bundan sonra biz görürük ki, y-ə 1 verəndə 3'e bölünən əldə alınır da. O zaman növbəti dəfə y-in ala biləcəyi qiymətləri 3'ü artıracaq. Çünki mən y-i 2 də versəm 3'e bölünən tam əldə almayacaq. 3 də versəm almayacaq, amma 4 versəm, yəni 1-dən sonra 3'ü artırıram. Çünki 3'e bölünən axtardığımız üçün birinci y-in qiymət tabanından sonra o həmin y-in yerinə elə bir ədəd yazacaq ki, 3'e bölünən ədəd alınsın. Bu da 3'e bölünən ədəd alınmasını istədiyimiz üçün y-in ala biləcəyi qiymətlər də 3 artacaq. Yəni bura 4 yazacağım. Baxın indi o zaman 44 çıxılsın 5 vurulsun 4 bölünsün 3 olacaq. 5 vur 4 burada 20'dir. Silib yerinə 20 yazıram. 44'ten 20 çıxanda edir 24. Silirəm 24 yazıram. 24 3'e bölünür 8. Yəni gördüyümüz kimi y-in 4 qiymətində də x 8 aldı. Yəni bura y-ə burada 2, 3 uyğun gəlməyəcək. Bundan sonra 4'dən sonra 3 fayda artıb 7 qoyuram y-ə. İndi yazıram 44 çıxılsın 5 vurulsun 7 bölünsün 3. 5'i 7'ye vursaq bu 35 edir. Yazıram 35. 44'dən 35 çıxsam 9 edir. Silirəm 9 yazıram. 9 3'e bölsəm 3. Yəni gördüyümüz kimi 7'də verəndə nə oldu? 3 oldu. Bundan sonra növbəti 10 mümkün olur. Y qiyməti 3 fayda artsaq. İndi onu yazaq ki, alınır mı? Yazacaq ki, 44 çıxılsın 5 vurulsun 10 bölünsün 3. Burada 5'i 10'a vursaq 50 edir. Yazıram 50. 44'dən də 50'dən çıxanda -6 edir. -6 yazıram. -6'nın 3'ü bölündür -2. Normalde -2 alınır. Ancaq bizə burada şərtdə verib ki, x və y müsbət tam ədədlərdir. Müsbət dediyi üçün biz y-ə müsbət ədəd verdiyimizdə x-imiz mənfi ədəd aldığı üçün bura uyğun gəlmir. Yəni 7'dən sonra ümumiyyətlə hansı ədədi yerləşdirsək y-in yerinə mənfi ədəd alınacaq x üçün. Ona görə nə edirik? Biz 7'dən sonrasını yazmırıq yəni. Mütləq y-imiz deməli 1 oldu, x 13. Cədvəl kimi quraq. Gördüyümüz kimi, yəni bizim cavabımız 3 oldu. 3 dənə x, y cütlüyü yarandı. x 13, y 1, x 8, y 4, x 3, y 7, yəni 3 dənə cavab B bəndi. Keçirik 5-ci suala. 5-ci sualda heç -1, -2, -3, -4, -5, -6 və -7 ədədləri şəkildə göstərilən 7 dairənin içinə elə yerləşdirilir ki, eyni düz xət üzərində olan 3 dairədəki ədədlərin cəmi bir-birinə bərabər olsun. Bu halda sual işarəsi olan dairəyə hansı ədəd yazılmalıdır? İndi burada bizə deyir ki, eyni düz xət üzərində olan 3 dairədəki ədədlərin cəmi bir-birinə bərabər olsun. Yəni eyni düz xət deyərkən göylə göstərək. Bu düz xətdə nəzərdə tutulur. Burası düz xət. Gördüyümüz kimi. Burada da 3 dənə dairə var. Yəni bu 3 dənə dairənin cəmi bərabər olmalı bu düz xəttin üzərindəki 3 dairənin cəminə və yaxud da buradakı düz xəttin üzərindəki 3 dairənin cəmi bir-birinə bərabər olmalıdır və digər 3 dənə də var. Bu düz xəttin üzərində 3 dənə dairə var. Həmçinin bu düz xəttin üzərində 3 dənə dairə var. Yəni bunların hamısının cəmi eyni olmalıdır ədədlər seçmək üçün. İndi biz bilirik ki, əgər biz bu 3 xətt üzərindən baxsaq məsələyə, bu 3 xətt üzərindəki dairələr üçün ortaq dairə hansıdır? Yəni, məsələn, bu 3 dairənin cəmindəki dairələr, məsələn, bu 3 dairəyə baxsaq, bu xətt üzərindəki və ya bu 3 dairəyə və ya bu 3 dairəyə baxsaq, bizim hər bir düz xətt üzərindəki 3 dairələrin ortaq dairəsi hansıdır? Gördüyümüz kimi yuxarıdakı dairədir. Demək ki, belə bir nəticə çıxır ki, mən bu yuxarıdakı dairəni elə bir ədəd seçməliyəm ki, bu dairənin də bu iki dairə və bu iki dairədəki ədədlər bərabər olsun və bu dairəyə də ədəd yazdığımda ortaq dairə olduğu üçün elə
bunların üzerine gələndə yenə də eyni olmuş olacaq da bizim cavab. Məsələn, tutaq ki, bunlar 10'dur. Buranı da 10 seçsək, cəmli, buranı 10 seçsək, özümdən atıram. Hamısı 10 üçün mən bura 5 yazsam, daha ki. O zaman hamısı bu 3 dənə cəmi. 10 üstə 5, 15. 10 üstə 5, 15. Burada 10 üstə 5, 15 olar. Demək ki, mən ümumi burada verilmiş dairələrin cəmindən buradakı dairədəki ədədi çıxsam və 3'ə bölsəm, 3 dənə eyni qiymət ala bilərəm bu iki dairələrin cəmi üçün. İndi nə edəcəm? Mən bütün bu mənfiləri toplayacağam. -1 ilə -7 qədər ədədlərin cəmi -28. İndi biz -28-dən nə çıxsaq 3'ə bölünən ədədlər var? Məsələn 4 çıxsaq. Yəni -28-in üzərinə 4 çıxsaq deyəndə üstə gələ -4 yazıram. Yəni buranı. Alınır -24. -24-ə 3'ə bölsək bərabərdir -8. Yəni burada -8, burada -8, burada -8. O zaman bu dairəni nə seçmiş oluruq? -4. Cavabımız elə -4 olacaq. Yox. Cavabımız indi buradan nə istəyir? Hə, cavabımız C var, -4 olacaq. İndi deyə bilərsiniz ki, ədədləri də yerləşdirin. Yerləşdirək o zaman. Biz də deyik ki, deməli bura -4 uyğun gəlir. Buraya ki, -4'ü yazdım. O zaman -4 buradan çıxdısa, yerdə qalır. Məsələn, bu -1 ilə -7-nin cəmi 8 yer, -8 yəni. -2 ilə bu -6-nın cəmi -8 yer. Bir də -3 ilə -5-in cəmi -8 yer. Yəni, bunları qruplaşdıra bilərəm bu iki xanalar üçün hər birini. Tutaq ki, ortaya -7, burada -1 verdim. Yəni -8, ikisi də eyni olmalıdır. Bu da eyni olmalıdır, bu da eyni olmalıdır ki, -4 gələndə o zaman əmələ gələn bu 3 dənə xanaların hər birinin içərisindəki ədədlərin cəmi eyni olsun. İndi bura -7 və -1'i yerləşdirdim. Sonra -2 ilə -6'nı bura yerləşdirirəm. -3 ilə də -5'i bura yerləşdirirəm. Çünki bax -8 oldu, -8 oldu. Bura -5 qoyaq. Bura -8 oldu. O zaman biz -4'ü toplasaq, hamısı üçün -12 olacaq. Baxın, -12. Burada da 3'ü birlikdə -12 eləyir. Toplasaq. Burada 3'ü birlikdə -12 eləyəcəyimiz. Həmçinin belə də -12'dir. Həmçinin belə də 3 dənə xanadakı 3 dairədəki ədədlərin -12 olmuş olur. Yəni bunları yerləşdirdik. Cavabımız -4 idi. 6'yı keçirik. 2 rəqəmli 4 müsbət və bir-birindən fərqli tam ədədin cəmi 127 bərabərdir. Bu ədədlərin ən böyük neçə müxtəlif qiymət ola bilər? Bu tip suallarda bizə neçə müxtəlif qiymət alar deyirsə, müəyyən bir şərt verir. Həmin şərt ödəyən neçə dənə müxtəlif qiymət sayı istəyirsə, burada bizim ilk edəcəyimiz iş nədir? Həmin şərti ödəyən qiymətlərin ən böyüyünü və ən kiçiyini tapmalıyıq ki, bundan sonra böyüyündən kiçiyini çıxıb üzərinə bir gəlirik, həmin aralıqdakı bütün müxtəlif qiymətlərin sayını tapmış oluruq. İndi biz burada verilmiş şərtə uyğun ən böyük və ən kiçik qiymət tapmağa çalışaq. İndi deyir ki, 2 rəqəmli olsun, 4 dənə müsbət ədəd olsun və bir-birindən fərqli olsun deyir. Və cəmi 127 olsun. Burada 4 dənə ədəddən və bizdən də böyük ədədin ən müxtəlif neçə müxtəlif qiymət ala biləcəyini istəyir. Biz də burada 3 dənə natural ədədimizi ən kiçik seçsək, o zaman bizim böyük ədədimizin, yəni 4-cü ədədimizin ən böyük qiymətini tapa bilərik. Burada hazırda 3 ədədin cəmi, 4 ədədin cəmidir, 127'dir. Biz də verilmiş bu 3 dənə ədədi ən kiçik, mümkün ən kiçik 2 rəqəmlərə verirsəm, o zaman böyük ədədimizin ən böyük qiymətini almış olaram. Yəni bura məsələn 10 verirəm, 11, 12. O zaman 10, 11, 12 cəmi 33 eləyir. Burada x versək, 33 üstəcə x bərabər 127'dir. 127'dən 33 çıxsaq, x bərabər eləyir neçə? 94 edəcək. Yəni x-in, bizim böyük ədədimizin ən böyük qiyməti 94 olur. Bunu bura qeyd aparıram. İndi keçirik böyük ədədimizin ən kiçik qiymətini axtarmağa. Bunun üçün də biz ədəd orta tapacağıq. Ədəd orta deyəndə, yəni 127'ni böləcək 4'ə ki, ən kiçik olması üçün bizə verilmiş o
4 dənə ədəd bir-birinə ən yaxın ədədlər olmalıdır ki, böyük ədədimizin ən kiçik qiymətini ala bilərik. Yəni bir var böyük ədədlə kiçik ədədlər arasında belə deyim 80 vahid, 70 vahid fərq var. Bir də var ki, böyük və kiçik ədədlər arasında 1-2 vahid fərq var. Yəni bu zaman böyük ədədin ən kiçik qiymətini almış oluruq. Ona görə də biz 227-ni, yəni belə deyim, böyük ədədin ən kiçik qiymətini tapmaq üçün şərtimiz budur. Cəmi böyük ədədlərin sayına, məsələn, tapdım 31, qalıqda 3. Sonra bunları paylaşdırıb müxtəlif ədədlər yaratmağa çalışacaq və bu zamanda çalışacağıq ki, böyük ədədin ən kiçik qiymətini tapa bilərik. İndi hər biri 31 oldu, 4-ə böldüm. Və yerdə 3 qalıq qalmışdı. Həmin 3 qalıq da bir-bir bunları paylayacağım əvvəlcə. 2 qoy cəm 127 tamamlansın. İndi bu 31-in üzərinə qalıq 3-dən bir dənəsini götürsəm 32 olacaq. Yerdə qaldı 2 qalıq. 2 qalıqdan bir dənəsini bu 31-ə verəcəm. Bu da 32 olacaq. Yerdə qalacaq. Bir dənə qalıq. Həmin bir dənə qalığı da 31-in üzərinə gəlsəm olacaq 32. Yəni fərq etmir. Buna verə bilərik. Sadəcə buna vermədim. İndi 3 dənə qalığı hamısını payladıq. Bu axırıncı ədədimiz 31 olaraq qaldı. İndi mən yuxarını silirəm buranı. Buranı biraz yuxarı köçürək. İndi gerisini davam edək. Gördüyümüz kimi ədədlərimiz 32, 32, 32, 31'dir. Yəni müxtəlif bir-birindən fərqli tam ədədlər şərti pozulur. Yəni 3 dənə 32 var. Ona görə biz elə edəcəyik ki, bu ədədlərin fərqli ədədlər olsun və böyük ədədimizin ən kiçik qiymətini almağa çalışacaq. Yəni burada biz ən böyük ədəd yaratmağa çalışırıq. Ona görə paylaşdırmadan istifadə edəcəyik. İndi 31-dən bir dənəsini götürsəm, bura 30 qalacaq. Həm bir dənəni bura verirəm. İstəsəz buna verə bilərsiniz, buna verərsiniz. Burası mən sıralama olsun deyə böyükdən kiçiyə düzmək üçün ən başdakı ədədə buradan götürdüyüm bir dənə verirəm. 32-nin üzərinə o 1 yazsam 33 eləyəcək. Yəni 31-dən çıxdım. 30 qaldı. Həmin o çıxdığım biri 32-nin üzərinə gəldim. Oldu 33. Bunları olduğu kimi saxlayıram hələ. 32, 32. Gördüyümüz kimi hələ də müxtəliflik yaranmayıb. Çünki bir-birinə fərqli tam ədədlər deyir. Düzdür, burada ən böyük ədəd var, amma müxtəliflik şərti ödənmir. Ona görə də nə edirik? 32-dən bir dənəsini götürürəm burada da. 31 qalsın. Bundan heç nə etmirəm. Bura 30 qalsın. Həmin bu bir dənəni 32-dən götürdüm. 31 qaldı. Həmin o bir dənəni bu 33-ün üzərinə gəlirəm. 34. Bu 32-də olduğu üçün qalacaq. Paylaşdırmadan istifadə etdim və müxtəlif ədədlər yaratdım. Və burada gördüyümüz kimi böyük ədədimiz 34'dür. Yəni bu 34 böyük ədədimizin ən kiçik qiyməti olmuş oldu. Biz də deyik ki, ən böyük ilə ən kiçik tapdıqsa, demək ki, böyük ədədimiz 94 və 34 arasında 34 və 94 daxil bütün qiymətləri ala bilər. Ona görə də biz bu 94 ilə 94-dən 34-ə qədər ədədlərin sayını tapmaq üçün nə edirik? Böyük ədəddən kiçik ədəd çıxıb üzərinə 1 gəlir. Niyə bu üzərinə 1 gəlir? Çünki biz 94-dən 34-ə çıxdığımızda bu 34-ü nəzərə almamış oluruq. Geri qaytarmaq üçün üstə gəlir 1 yazırıq. Nəsə 94-dən 34 çıxanda edir 60. 60-ın üzərinə bu 1 gəlir 61. Yəni cavabımız 61 D variantı olacaq. Keçirik növbəti 7-ci sualın izahına. 7-ci sualda da bizə belə bir ifadə verib. Deyir ki, 0-dan böyükdür. Buna görə verilmiş bərabərçiliyi ödəyən ən kiçik mənfi tam ədəddən ədəd oxu üzərində 7 vahid uzaqlığı yerləşən ədədlərin cəmini tapın. Yəni biz ən kiçik mənfi ədədi tapasıyıq. Daş bir dənə ədəd oxu çəkirəm. Ədəd oxudur. Burada bir dənə mənfi ədəd tapasıyıq. Həmin mənfi ədəddən 7 vahid məsafədə yerləşən ədədlər, yəni bu sağında və solunda duran daş bu ədədlə bu ədədi tapıb bunların cəmini tapasıyam. İndi biz əvvəlcə baxaq görək. Bizim bu ən kiçik mənfi tam ədədimiz hansıdır? Buradakı bu qırmızı yerindəki ədəd, yəni. Buranı axtaracağıq. Sonra solundakı və sağındakı 7 vahid məsafədə yerləşən ədədləri tapıb bunları yaşılla göstərim. Həmin bu yaşıllar sol və sağında duran, yəni bu mənfi ədədimizdən 7 vahid məsafədə duran ədədlərdir. Bu yaşıl kanallardakı ədədləri tapıb cəmini tapmalıyam. İndi
Biz əvvəlcə ən kiçik mənfi tam ədəd axtaraq. Biz baxası olsaq məsələyə, gördüyümüz kimi bu ifadənin sıfırdan böyük olduğunu göstərir. Yəni, bura bütöv müsbət bir ədəddir. Bura müsbətdirsə, gördüyümüz kimi bu ifadəmizin bütöv. Bu mötərizəsi də müsbət. Niyə? Mötərizənin içi mənfi ola bilər. Burada kvadratı yüksəkliyi üçün müsbət alınır. Yəni, istənilən ədəd deyək ki, yəni, mənfi və müsbət ədəddən gedir söhbət. İstənilən mənfi və istənilən müsbət ədədin kvadratı müsbətdir. Yəni, gördüyümüz kimi bizim bu ifadəmiz burası müsbətdir, bu vuruğumuz x plus 5-in mötərizə kvadratı müsbətdir. Buranı tapdıq. İndi biz tutaq ki, buranı müsbət tapdıq da, o zaman ya burada müsbət olmalıdır, burada müsbət olmalıdır ki, biz sıfırdan böyük ədəd tapaq. Buranın müsbət olması üçün biz nə edə bilərik? Yəni, x-ə mənfi verməliyik. Tutaq ki, da, mən mənfi 6 verdim də. Mənfi 6 üstə gəlib 4. Eləcək, mənfi 6 ilə 4-ü toplasaq, x-ə mənfi 6 verdim də, burada da mənfi 6 versək, özümdən hələ ki, atıram. Mənfi 6 üstə gəlib 4, mənfi 2, burada mənfi 2 yazdım. O zaman bu mənfi ilə bu mənfi 2 olacaq müsbət 2. Müsbət 2 ilə mənfi 6-ya versən, bura mənfi olmuş olacaq. Yəni, mən x-ə müsbət versəm görək necə olur. İstənilən bir müsbət qiymət verək. 1 verdim. Bura 1 verdim. 1 ilə 4 topladım 5 edir. 5-in də qarşısında burada mənfi var deyə mənfi 5-i. Mənfi 5-i də 1-ə bölünür mənfi 5-i. Müsbətə vuranın mənfi, yəni sıfırdan böyük olmamış olur. Yəni, biz x-ə müsbət verənlər, istənilən müsbət qiymət verənlər ki, mənfi alır. Amma x-ə mənfi verənlər bəzi hallarda müsbət mümkün olur. Bir də ki, x-ə burada məsələn mənfi 4 də verə bilmərəm və ya mənfi 5 də verə bilmərəm. Niyə? Çünki mənfi 4 versəm, mənfi 4-ün 4-ün cəmi 0, buranı 0 edir deyə ümumi ifadəni 0-a bərabər etmiş olur və bura şərti ödəməmiş olur və yaxud da əksinə buranı da mənfi 5 versək, buradakı x-i mənfi 5 ilə bu 5-in cəmi də 0 edir. 0-ın kvadratı 0, 0 vursam 0 və burada 0 olmuş olacaq 0-da x-ə bölsəm. Burada 0-dan böyükdür deyirik, o şərti pozmuş olur. Demək ki, x-imiz elə ki, həm də 0-ımız 0 da ola bilməz. X-imiz demək 0 da ola bilməz. Buradan yazıram. X bərabərdir 0 da ola bilməz. X bərabərdir mənfi 4 da ola bilməz. X bərabərdir mənfi 5 də ola bilməz. Çünki bunlar bu 0 məxrəzi yaza bilmərik. Çünki mənası yoxdur. 0-a bölmə deyə bir şey yoxdur. Mənfi 4 yazanmarıq ki, bura mənfi 4 yazsaq, buranı 0 edir və ümumi ifadəni 0-a çevirir. Və yaxud da mənfi 5 bura qoysaq, yəni burada 0 olmuş olur və ümumi ifadəni 0-a bərabər etmiş olur. Burada gördüyümüz kimi bizə deyir ki, 0-dan böyükdür bura. İndi demək ki, biz x-ə elə bir mənfi ədəd verməliyik ki, çünki biz x-ə istənilən müsbət qiymət verəndə burada müsbət olur, burada müsbət olur, bu mötərizənin içi də müsbət olur. Həmin bu müsbətləri də bu mənfiyə vuranda mənfi olmuş olur. Yəni, biz mötərizənin içərisində buranı elə etməyik ki, müsbət alınsın mötərizənin içərisində. Çünki biz mötərizənin içərisində müsbət etsək, həmin bu müsbəti, yəni x-ə mənfi qiymət verərək buranı müsbət etməliyik ki, həmin bu müsbəti mənfiyə vuranda mənfidir. Mənfini də bu x mənfi ədədinə bölündə də müsbət edir. Burada müsbətdir, bizə müsbət cavab verəcək. Yəni, biz bura x-ə bu qiymətləri verə bilərik. Yalnız x bərabərdir mənfi 1, mənfi 2 və mənfi 3 verə bilərik. Bunlardan başqa heç nə verə bilmirik. Yəni, tam ədədlərdən gedir söhbət. X-in tam ədədlərindən gedir. Yəni, biz bura, məsəl üçün, yoxlayaq. Bax, x-in yerə mənfi 1 qoyuram. Mənfi 1 qoydum. Burada da mənfi 1 qoyuram. O zaman mən mənfi 1 ilə 4 toplasam, eləcək 3. 3-ü mənfiyə vursam, mənfi 3. Mənfi 3-ü də mənfi 1-ə bölsəm, eləcək müsbət 3. Burada onsuz da müsbət olasın. Müsbət verəcək və 0-dan böyük olacaq. Demək ki, bizim ədədimiz mənfi 1, mənfi 2, mənfi 3-dürsə, bizə dedi ki, verilmiş bərabərsizliyi ödəyən ən kiçik mənfi tam ədəd. Burada da ən kiçik mənfi tam ədəd mənfi 3-dür, yəni. Gördüyümüz kimi. Mənfi 3 bizim ən kiçik mənfi tam ədədimizdir. Buradakı bərabərsizliyi ödəyən
X-in, yəni ən kiçik mənfi tam ədədi mənfi 3-dür. O zaman mənfi 3 tapdıqsa ədəd oxundu yerinə qoyaq. Yəni x-i mənfi 3 tapdıq, ən kiçik qiymət mənfi 3. İndi bu mənfi 3-dən 7 vahid məsafədə yerləşən ədədlərin cəmini istəyir. 7 vahid məsafə demək həm sağında həm solunda ədədlər vardır mənfi 3-ün. İndi sağındakı tapmaq üçün mənfi 3-ün üzərinə 7 gələcək. 7 vahid məsafədə yerləşənəni sağdakını. Bu da mənfi 3-dən 7-ni tapacaq, eləyəcək 4. Buranı tapdıq 4. Solunu axtarsaq, mənfi 3-dən çıxacaq 7-ni, çıx solundakı ədədi tapaq. Mənfi 3-dən mənfi 7 çıxanda eləyəcək mənfi 10. Buranı mənfi 10 tapdıq, çünki hər ikisi mənfi olduğu üçün, yəni bu da mənfi 3, yəni 3 vahid azalma, 7 vahid azalma, ümumi 10 vahid azalma deməkdir. İndi bizdən də bu mənfi 3-dən, yəni ən kiçik x-in tam qiymətindən 7 vahid məsafədə duran ədədlərin cəmi istəyirdi. Mənfi 10 ilə 4 oldu. Mənfi 10 üstə gəl 4. Bu nə edəcək? Bizə cavabımız mənfi 6. Cavabımız olur mənfi 6. A variantı. Keçirik 8-ci suala. 8-ci sualda bizə belə bir kəsir və belə bir cavab verib. Deyir, yuxarıda verilmiş bərabərliyi ödəyən x-in qiymətinin rəqəmləri cəmi neçədir? Yəni, x-in qiymətini verməyib ki, yerinə qoyub buradan cavab tapaq. X-i tapmalıyıq. Həmin x-in də rəqəmləri cəmini istəyir. İndi bir-bir hesablayaq buradan. İndi belə baxsaq, qorxucu kimi görsənsə də, burada rahat bir hissə var. Nədir? Biz baxası olacaq ki, tutaq ki, bu böyük düz xətt, kəsir xəttidirsə, o zaman surəti 1-dir, məxrəci də bu ədədlərdir. Bu ədədlərin cəmidir, yəni bu ifadələrin. Hər iki ifadə eynidir, baxın. Hər iki ifadəmiz eynidir. Və yaxud da bu surətlisə, bu kəsir xətti üçün. Burada da hər iki surətlərin məxrəclərimiz eynidir. Burada da məxrəclərimiz eynidir. Mən bununla bunu toplasaq, məxrəclər eynidir. Baxın, x-də 1 üstə 2-də 1, x-də 1 üstə 2-də 1. Yəni, məxrəclər eyni üçün ayrıq surətlər toplayırıq. Toplasaq, qıraqda yazıram. Bax, bu hissəni həll edirəm. Buranı bütöv, göylə aldığım hissəni buranı həll edib yazacağım elə buraya. Qıraqda həll edirəm. O zaman bu məxrəcimizlə məxrəc eynidirsə, bir dənə elə məxrəc yaradıram burada. Yəni, x-də 1, üstə gəl, 2-də 1. Bu da x-də 1, üstə gəl, 2-də 1-dir məxrəci. Bunun da məxrəci x-də 1, üstə gəl, 2-də 1-dir və surətlərində 1 var. Demək, surətlərini toplasam 2 alınacaq. Yəni, bununla bunu topladım, alındı x-də 1, üstə gəl, 2-də 1-də 2. Bura oldu bu. Bu ifadə. Eynisi elə burada da etmək mümkündür. Eynisini burada da. Bu da elə bunun kimidir. Bu da bunun kimidir. Eyni şeydir. Yəni, bunların məxrəcləri eyni olduğu üçün o zaman sürətləri toplasaq 1 üstə 1, 2 eləyəcək. Məxrəcimiz də elə bu olacaq. Yəni, yazıram. X-də deməli x-də 1 üstə gəl, 2-də 1-də 1 üstə gəl, 1 eləyir 2. İndi bunların üzərində bir dənə belə 1 qoyub. Gördüyümüz kimi bu 1-lər yazıb da. Buranı tapdıq. Bura oldu bu. Sonra burada bir dənə xətt çəkibdir. Kəsir xətti yazıb 1. Oraya 1 yazdım. Buna da kəsir xətti çəkib burasına 1 yazıram. Çünki bunu da burasını və bura tapdıq. Bura olduğunu tapdıq. Bura əgər məxrəcdirsə, burada surətdə 1. İndi burada da gördüyümüz kimi arada toplama var. Toplamasını qoyduq burada da. Toplayıcı olsaq görürük ki, bu məxrəclə bu məxrəc eynidir. Əgər bunları ümumi kəsir xətt kimi baxsaq bunlara belə. O zaman bu bir ilə də bu bir toplayıb təkcə məxrəci bu etmək mümkündür. Yəni bərabərdir, yazıram. Buraya yazırıq 2, x-də 1 üstə gəl, 2-də 1. Bir dənəsini yazdım.
İndi bu 1 ilə bu 1 toplayıram. Çünki məxrəc eyni olduğu üçün bunlarda məxrəci yazdıq, yenə deyirəm. Buradakı 1 ilə burada 1 toplasaq, bura 2 olacaq yenə də. Demək ki, biz bura kimi bütün ifadələrin, buraların qiymətini tapdıq ki, oldu bu. Qaldı bir dənə bu 1. İndi əvvəlcə buranın üstünə bir dənə 1 də çəkək. 1 də yazaq, 1 də yazdıq. Yəni bu 1 də yazdım. Bərabər nəyə buna? 36 x-ə. Buradan bərabərdir. 36 x yazırıq. İndi buranı da yuxarı doğru sadələşdirəcəyik. Bunu göy yazım. Bura 2-dir, bu da 2-dir. 1-dir. Kəsik xəttlərimizdir. Maviləşdirin, mavi daha yaxşıdır. Gerisini davam edək. Gördüyümüz kimi burada biz buranı sadələşdirsək, bax bu hissəyə baxıram. Burada bizə sanki belə verir. Yoxsa əvvəlcə buranı sadələşdirək. Buranı sadələşdirsək, x1 üstəcə, x-də 1 üstəcə, 2-də 1 sadələşdirsək, qıraqda sadələşdirirəm, x-də 1 üstəcə, 2-də 1. O zaman ortaq məxrəc bunlara 2x gələcəkdir. Yəni bunu sürət məxrəcini 2-yə vuracam. Buranın sürət məxrəcini x-ə vuracam ki, məxrəcimiz eyni olsun. Gördüyümüz kimi 2x, 2x. Məxrəc eynidirsə, o zaman 2x. Burası 2 oldu. Üstəcə, burası da x olacaq. Demək, buranı tapdım bu kimi. Yəni, buranı silirəm, bax, sildim. Bunu köçürüb oraya yapışdıracam. Götürdüm, yapışdırdım. İndi buradan ümumi buranı həll edəcəm. Bu hissən. Buradan gördüyümüz kimi bu kəsir xətti bölmə deməkdir. Bu kəsir xətti bölmə deməkdir. O zaman 2 bölünsün yazacağım. Nə? Bu ifadəyə. 2 + 2 bölünsün 2x-ə. Buranı həll edirəm. Yəni, bura elə bu deməkdir. Surət, yəni 2 bölünsün, kəsir xətti bölmə deməkdir. Bura, həqiqətən yazmışam, 2, 2 bölünsün, yəni kəsir xətti gördüyümüz bölmə qoyduq. Bu ifadə, elə bu ifadə böldük. İndi buradan 2-ni də vurmalıyıq nəyə? İndi buranı axtarıq da, buranı yumurlayayım belə. Aparıb yeni qoyacam cavab bundan sonra. Vuracam bunun tərsinə, yəni 2 + x-də 2x-ə vuracam. O zaman 2-ni 2x-ə vursaq, deyəcək bərabərdir. 4x bölünsün 2 + x. Demək ki, bu elə yumurladığım buranın bura bərabərdir. Buranı silirəm də bütöv. Yerinə tapdığım bunu yapışdıracam. Bax, silirəm buranı. Yer yox deyə silirəm. İndi tapdığımı dedim, bunu aparıb yapışdıracam bura. Yapışdırdıq. Alındı bu. İndi yenə də buradan tapmışıq 2 bölünsün, bu alınıbdır. İndi buranı həll edəcəm. Buranı silirəm. Göylə yumruladığım yeri axtarıram. İndi burada da 2, yəni 2 bölünsün, yəni kəsir xəttimiz bura bölmədir yenə. Kəsir xətti. Nə? Bu aşağıdakı ifadə. Yazıram. 2 + x-də 4x. Bərabərdir. İndi buranı tapacağım və buranı tapacağım buradan. Getirib yerini yapışdıracağım buraya. Yəni buranı silib, yapışdıracağım. İndi buraya yumrulayıb qalsın. İndi bunu tapım. Çünki elə bu olmuş oldu. Tapdıq ki. İndi nəsə hesablayaq buranı. Burada 2 vurulsun. Buranın tərsi olacaq. Yəni 4x-də 2 + x olacaq. O zaman gördüyümüz kimi bu 2 ilə bu 2, 4 ixtisar gedir. Burada 2 qaldı. Burada 1. O zaman alınır ki 2 vurulsun x. Əgər 2x. Burada 2 üstə gəlir x qaldı. Deməli, bu ifadə bu. Nədir? Elə bütöv bura deməkdir. Buranı silirəm, bütöv buranı. Buranı bütöv silirəm. Tapdığım bunu yapışdıracam oraya. İndi sildim. İndi yapışdırıram. O getirir. Yapışdırdık bura. İndi burada da alındı ki 1 bölünsün bu ifadə. 1 bölünsün bu. İndi tapıram. 1-i bölürəm. Kəsir xətt bölmə deməkdir burada. Buna yazırıq. 2 + x. Bura 2x. İndi
bura elə bu deməkdir. İndi mən bunu tapırıb, buradan alınan cavabı, yapışdıracağım bura bütöv belə. Buranı yumurlayayım, yapışdıracağım bura bütöv. İndi bunu həll edək. Buna bərabər 1 vurulsun, bunun tərsi. Yəni 2 plus x-də 2x. Buradan da 1'i bura vursaq elə özü alınacaq bu ifadən. Yəni bərabər də olunacaq. 2x bölünsün 2 plus x. İndi bunu tapdıq. Buranı. O zaman bu ifadəni yapışdıracaqdım. Buranı silirəm. Belə bütöv. İndi tapdığım cavabı yapışdırıram bura. İndi yapışdırdıq bura. Всё. Buraları silip biraz aşağıya, buranı belə görsənsində tam əmələ gəldi. Axırda alındı bu. Bundan sonrası daha asandır. Gördüyümüz kimi bura x-dir, burada 2x-dir. Demək ki, bunun sura məxrəcini 2'ye vuracağım. 2'ye vurdum, buranı da 2'ye vurdum. Burası 2x ise, burası 2x olsun ona görə. Buradan da alındı ki, bura silirəm. 2 plus x-də 2x bərabərdir 2'nin 36 yapacaq 72. Bu da elə 2x kimi qalır. Gördüyümüz kimi ortada bərabərlik varsa, surətlər 2x eynidirsə, deməli məxrəclərimiz də eyni olmalıdır. Yəni bərabərlik varsa. Demək 2 plus x nəymiş? 72 imiş. Yazıram. 2 plus x bərabər 72. Bunun da x bərabərdir. 72'dən bu 2'ni çıxıram. Edir. X bərabərdir 70. Bizə demiş ki, x'in qiymətinin yuxarıda verilmiş bərabər ödənən x'in qiymətinin rəqəmləri cəmini tapın. X'in qiyməti 70 oldu. Rəqəmləri cəmində 7 üstə 0 bərabər 7 olacaq. Cavabımız 7. C variantı olur. Zaman aparan sual idi, amma yəni maraqlı sual idi. Tapdıq. Keçək 9-cu suala. 9-cu suala bizə gördüyümüz kimi düz bucaqlı veribdir. Deyək, yuxarıdakı şəkildə uzunluğu 2x plus 1 cm, eni isə 3y 2 cm olan düz bucaq formalı bir kartondan tərəflərin uzunluqları x çıxılsın 1 belə. Santimetr və y, yəni y. Santimetr düz bucaq formalı bir hissə kəsilib çıxarılır. Yəni bu bütöv düz bucaqlıdan belə bu düz bucaqlı kəsilib çıxılır. Qalan hissənin sahəsini ifadə edən cəbri ifadə aşağıdakilərdən hansıdır? İndi biz bilirik ki, bütün düz bucaqlının sahəsini tapmalıyıq. Bu bütöv düz bucaqlının sahəsini tapmalıyıq. Həmin düz bucaqlının sahəsindən də kəsdiyimiz yerin sahəsini çıxmalıyıq ki, yerdə qalan hissənin sahəsini tapaq da. Yəni buranın belə xərcəcək, kəsib götürəcək. Belə figur əmələ gələcək bizdə. Buraları rəhliyim. Buranın sahəsini tapmaq üçün ümumi düz bucaqlıdan düz bucaqlının sahəsindən çıxmalıyam. Bu kəsdiyim düz bucaqlının sahəsini. İndi ümumi düz bucaqlının sahəsini axtarsaq, taparıq ki, olacaq 2x üstü gəl 1 vur olsun nə? 3y çıxılsın 2. Bu bizim ümumi düz bucaqlının sahəsidir. Bu düz bucaqlının sahəsini axtarsaq, alınacaq x çıxılsın 1, yəni uzunluğu vurulsun nə? N, y. Bunun sahəsi budur. Yəni biz ümumi düz bucaqlının sahəsindən bundan çıxacağıq balaca düz bucaqlının sahəsini. İndi böyük düz bucaqlının sahəsini əvvəl deməli çıxaq, yazıram. Bu x, yəni y vurulsun, yazıram indi. Y buraya yaza bilərik də, yəni n vurulsun uzunluq, yəni. Yazıram y vurulsun, x çıxılsın 1. Bu olacaq bizim bu rəyli yerin sahəsi, yəni. Bu düz bucaqlığını kəsib götürdükdən sonra yerdə qalır. Bu, yenə deyirəm. Buralar, yəni. Bu sahəsini tapmaq üçün ümumi düz bucaqlığın sahəsindən çıxmalıyıq. Bu balaca düz bucaqlığın sahəsini, balaca düz bucaqlığın sahəsi y vurulsun x çıx 1 yazdıq. Böyük düz bucaqlığın sahəsi də 2x plus 1 vurulsun 3y çıxılsın 2'dir. Demək ki, bu böyük düz bucaqlığın sahəsi çıxılsın kiçik düz bucaqlığın sahəsi olacaq qalan yerinin sahəsi bura.
Neyse, indi vurup açıb həll edək tənliyimizi. Burada 2x 3y vursaq verəcək 6xy. Sonra 2x vuracam -2'yə verəcək -4x. Sonra 1'i vururam 3y'ə eğer üstəcə 3y. Sonra bu 1'i vururam -2'yə çıx -2. Sonra çıxılsın yazıram. Buraya vururam çıxılsın deyəndə bax sonra yazıram. Buranı həll etdim. Keçək bura. -y x'ə vursam necək -xy. Sonra -y -1'ə vursam necək müsbət y. Belə. Şimdi bunu həll edirik. Gördüyümüz kimi 6xy-dən bu xy çıxsaq ancaq 5xy. Müsbət yəni. Bu xy-ləri islah etdik. Keçək indi digər məsələləri y-lər keçək. Bax 3y-dir, bu da 1y-dir. İkisi də müsbət toplasaq 4y yiyəcək. Bunları da islah etdik. Bunların üzərinə belə qoyun. Yerdə qaldı -4x-nə -2 çıxılsın 4x çıxılsın 2. Bizdə də cavablara baxacaq olsaq variantlar. Bu tapdığım cavabı götürüm aşağı sürüşdürüm. Görək də cavabına yerində gör hansı cavab oldu. Cavabı yəni bunu tapdıq. Buna qoyuram ki hansı variant uyğundur. 5xy üstəgəl 4y. Gördüyümüz kimi baxın 5xy. Burada üstəgəl 4y üstəgəl 3y-dir. Yəni müsbət 4y olmalıdır. Yəni burada biz gördüyümüz kimi 4x-in y-in yerləri dəyişdi. Bunlar yerlərini dəyişdirək bizdə. Yəni burada heç fərq yaranmır. 5xy müsbətdir. -4x yazıram. Yəni də mənfidir. Və müsbət 4y yazıram. Yəni bunlar işarəsi ilə birlikdə yerini dəyişəndə heç bir fərq yaranmır. Çıxılsın 2. Baxacaq olsa 5xy var. Çıxılsın 4x var. Üstəgəl 4y var. Burada. Çıxılsın 2. Burada var. Cavabımız C variantı oldu. Keçirik növbəti suala. 10-cu suala. 10-cu sual deyir, şəkildəki dairələr 300 eyni düz xətt üzərində yerləşir. 6, 7, 8, 9, 10, 11 və 12 ədədləri yuxarıda verilmiş 7 dairənin içinə elə yerləşdirilir ki, hər bir düz xətt üzərində olan 3 ədədin cəmi eyni olsun. Buna görə sual şərəsinin yerinə yerləşdirilə bilən ədədlərin cəmi neçədir? Burada da ilk başda yazdığımız sual var idi. Bu 5-ci sual. Buna oxşar sual. Sadəcə burada mənfi ədədlər vermişdi. Figurumuz bu formadaydı. İndi bizə çevrə formasında bir figur verir. Belə. Bizə deyir ki, bu 3 dənə xanadakı düz xətt üzərindəki 3 dənə dairəçi ədədlərin cəmi, bu xəttin üzərindəki 3 dənə dairənin cəmi və bu düz xəttin üzərindəki yaşılla göstərin. Yumru dairələrin cəmi eyni olsun. Yəni 3 dənələrin. Gördüyümüz kimi bu 3 dənə və ya bu 3 dənə və ya bu 3 dənə və ya bu 3 dənə. Bunların hamısının içindəki dairələrin içindəki ədədlərin cəmi eyni olmalı. Bunu etməmiz lazım. Ədədlərimiz də 6, 7, 8, 9, 10, 11 və 12-dir. Ona görə biz yenə də bütün ədədləri buraya yerləşdirsək ümumi cəmi neçə yer bunu tapmamız lazım. Yəni 6, 7, 8, 9, 11, 12-nin cəmini tapaq görə neçə yer. İndi həmin o cəmdən çıxacaq bu ortadakı ədədi. Çünki bu ortadakı ədəd bu 3 dairə üçündə ortaqdır. Bu 3 dairə üçündə ortaqdır. Bu 3 dairə üçündə ortaq bir dairədir. Yəni mən bu 2 dənəsinin cəmini və ya qırmızıdan göstərən bu 2 dənənin cəmini və bu 2 dənənin cəmini bərabər etsəm, o göylərin, bu 2 dənə göy xanadakı ədədlərin cəmi və ya qırmızı xanadakı bu 2 dairədəki cəm və ya bu yaşıl dairələrdəki 2 dairədəki cəm eyni olsa, bu ortadakı ədədən nə versəm, yenə də bu üçlü və ya bu üçlü və ya bu üçlüdəki ədədlərin cəmi eyni var. Məsəl üçün
Atıram, tutaq ki, bu ikisi birlikdə göy mavilər 10'dur, tutaq ki. Bunlar da 10'dur cəmi. Bu da 10'dur cəm. Qırmızı da 10'dur cəm. O zaman ortaya mən 5 yazsam, o zaman bu ikisi birlikdə 10 olduğu üçün üstəgəl 5, 15 olacaq. Veya bu iki kırmızı birlikdə 10 olduğu üçün bu ortaya 5 yazsam, bu da 15 olacaq. İki yaşıl eyni olduğu üçün tutaq ki 10 olacaq. Bu ortaya 5 yazsam, bu da 15 olacaq. Yəni bizim dərdimiz nədir? Ortaya elə bir ədəd yazaq ki, ümumi cəmdən, yəni ümumi 6, 8, 9, 10, 11 burada verilən ədədlərin cəmindən bu ortadakı ədədi çıxım, alınan ədədi 3'ə bölüm, bu iki dairənin cəmi, bu iki dairənin cəmi və bu iki dairənin cəmi. Yəni 3'ü də, 3 dənə burada iki dairələr var da, buradır, buradır və buradır. Bu üçlünün hər birinin cavabı eyni olsun. Bunun üçün nə etməm lazım? Ümumi cəmdən, bütöv ümumi cəmdən çıxmalıyam, oradakı ədədi bölməliyəm 3'ə ki, qoy tam ədəd alınsın. Deməli, nə edirik? Əvvəlcə bunların cəmini tapırıq. 6, 8, 9, 11 və 12-ci cəmini axtarsaq 63 edər. Yəni bunların hamısını toplasaq 63 edir. Yəni toplayacaq olsanız 63. Demək ki, biz 63'dən bu ortaya elə belə yazmayı çıxanda, yəni ortaya x yazıram. Bölməliyik 3'ə tam ədəd almalıdır. Niyə 3'ə böldük? Yəni deyəm, burada çünki 3 dənə belə eyni cəmə malik nələr var? Düz xətt üzərindəki dairələr var. Ona görə 3'ə bölünür ki, hər birinin qiyməti eyni olan bir cəm əmələ gəlsin. Şimdi 63'dən nə çıxsaq 3'ə bölünən ədəd alınır. 63'ün özü də 3'ə bölündüyü üçün 3'ə bölünən ədəddən bu 3'ə bölünən ədədini çıxsaq elə bu fərqimiz də 3'ə bölünən olacaq və 3'ə bölsəm tam ədəd almış olacağım. Bu iki dairə üçün də, bu iki dairə üçün də, bu iki dairə üçün də cəmimiz eyni olan bir ədəd tapacağım. İndi 63'dən əvvəlcə burada 3'ə bölünən 6'dır. Yəni x-in yerinə 6 qoya bilərik. 63 çıxılsın 6, bu x-in yerinə 6 qoysam. 63'dən 6 çıxanda 57'dir. 57'nin də 3'ə bölünən 19 edir. Yəni bu iki xananın da cəmi 19 oldu. Veya bu iki xananın da cəmi 19 oldu. Veya bu iki xananın cəmi 19 oldu. O zaman 19, yəni bu 6 hər biri üçün bu 3 xana da 25 olacaq. Bu da 25 olacaq. Bu 3 xanada birlikdə 25 olacaq cəmimiz. Və biri 6'dır. Yəni illa ki, x-in yerinə 3'ə bölünən ədədlər yazmalıyıq. Biri 6'dır. Sonra biri 9 olacaq. Biri də 12 olacaq. Yəni bunları ancaq yerləşdirə bilərik. Çünki 63'dən digərlər çıxanda 3'ə bölünən ədəd alınmayacaq yerdə qalan bu ədədləri. Məsəl üçün 7'dir, 8'dir, 10'dur və 11'dir. Bunlar mümkün deyil. Sadəcə 6, 9 və 12'dir. Bizə deyir ki, sual işarəsinin yerinə yerləşdirə bilən ədədlərin cəmini tapın. Yəni 6, 9 və 12'dir. Bunların cəmi istəyir. Toplasaq 6'dan 9, 15 edir. 15'in üzərinə 12 gələndə 27. Cavabımız 27. D variantı olacaq. Keçək 11-ci suala. 11-ci suala deyir ki, printer səhifələri 1, 2, 3, 4, 5, 6 nömrələri ilə çap edir. Əhməd bəy səhifələri istədiyi vaxtlarda printerdən götürür. Səhifələri götürərkən ən üstdə olan, yəni son çıxan səhifədən başlayır. Məsələn, əvvəlcə 1, 2, 3, 4 çap edilib. Yəni elə bir printer düşünsək, yəni printer var burada, belə. Kağızlarımız elə bir 1, 2, 3 kimi belə yerləşdirəcəm təxminən. Əvvəlcə kağız kimi düşünsək, bu 1 çıxır. Sonra bunun üzərində ikinci kağızca, bu 2 olur. Üstü baxsaq 2, ikinci kağızda bu. Sonra üzərində bir üçüncü kağızca, bu 3 olur. Sonra bunun üzərində bir dənə dördüncü kağız olur. Bu da dördüncü kağız olmuş o, yəni belə. Ən altdakı 1'dir, onun üstündə 2, onun üzərində 3, onun üzərində 4. Şimdi bizə deyir ki, bu vəziyyətdə 1, 2, 3, 4 çap edilib. Götürülərsə səhifələr 4, 3, 2, 1, 2 şəklində alınır. Yəni ən üstdən deyə götürür. Burada yazıb ən üstdən olan, yəni son çıxan səhifədən başlayaraq götürür. Ona görə ən üstdəki 4 deyə 4'ü götürür. Sonra 3-cü kağızı götürür. Sonra 2-ci kağızı götürür. Sonra 1-ci kağızı götürür. O 4, 3, 2, 1.
Sonra deyir ki, bunları götürür. Götürəndən sonra deyir, sonra 5 ve 6 çap edilib götürülərsə, o zaman bu dəfə 5 daha birinci 5-ci kağız gəlir. Növbəti dəfə çap olunan 5-in üzərinə düşmüş olur 6-cı kağız. Deyir, bu çap edib götürülərsə, o zaman səhvlər 6-5 şəklində alınır. Yəni ən üstdəkini, ən üstdən başlayır, 6 və 5-i götürür. Ardınca 6 və 5 yazıram. Deyir, sonuçta bu zaman alınan sıra 4, 3, 2, 1 əvvəlcə belə getdi. Sonra 6, 5 kimi olar? Buna görə aşağıdakılardan hansı sıra mümkün deyil? İndi baxaq ki, hansı mümkün deyil? Tutaq ki, bax, bura 1, 2, 3, 4, 5, 6 verib. Bu ola bilərmi? İndi ola bilər deyirik. Niyə ola bilər? Tutaq ki, bu dəfə çap olanda hər kağız çap olan kimi götürəcəm. Məsələn, printerdir. Buradan kağız çıxır, birinci kağız. Götürürəm, 1. Bir gözləmirəm də. İkinci kağızın sonra 2, sonra 1 götürürəm. Eləcə, hər bir dənədən bir kağızı götürürəm. Birinci kağız çıxan kimi götürürəm, olur 1. Sonra ikinci kağız gəlir, götürürəm 2. Üçüncü kağız gəlir, birbaşa götürürəm, olur 3. Dördüncü də çıxan kimi birbaşa götürürəm, 4. Sonra 5 çıxır, 5. Sonra 6 çıxır, 6. Yəni 1, 2, 3, 5, 6 kimi götürə bilərəm. Yəni A mümkündür. Keçirik B variantına. B variantında 1, 2, 5, 4, 3, 6 deyir. B bəndə. İndi tutaq ki, ən başda 1, 2 ola bilər. Niyə? Çünki yenə deyirəm, printerdən tutaq ki, birinci kağız çıxdı. Birbaşa götürürəm. Gözləmirəm ki, birinci kağızın üzərinə ikinci kağız yazın. Oradan da məsəl üçün götürsəydim, o zaman 2, 1 olsaydı. Elə hər kağız çıxdıqca götürürəm ən başdan. Birinci kağız çıxan kimi götürürəm, o 1. Sonra ikinci kağız gəlir, çıxan kimi götürürəm, o 2. Bundan sonra gözləyirəm, məsəl üçün. Dördüncü kağız çıxır, bundan sonra 1, 2 alındı, buradan alındı. İndi tutaq ki, bundan sonra üçüncü kağız çıxacaq da, 2 dənəsini götürdüm. İndi 3 çıxır, üçüncü kağız, buradan çəkim. Üçüncü kağız çıxdı. Sonra dördüncü kağız çıxır. Sonra 5-ci kağız çıxır. Sonra 6-nı çıxır, gözləmirəm. Məsəl üçün 3, 4, 5 çıxan kimi götürməyə başlayacağım da kağızları. 6-cını gözləmirəm. O zaman götürsəm, 5-i götürsəm ən üstdən. Sonra 4-ü götürəcəm. Sonra da 3-cü kağızı götürəcəm. Bax, sıralamamız uyğun gedir. 5, 4, 3, 5, 4, 3. Belə gedir. Bu 5, 4, 3'ü götürən kimi bunları götürdüm. Yerdə bir dənə 6-cı kağız qalır. 6-cı kağız çıxan kimi 6-cını götürən, burada 6 yazılır. Yəni bu sıralamada mümkün oldu. Və B bəndə uyğun olur. İndi C variantını keçək. C variantında 3, 2, 1'dir. Yəni geriyə doğru olursa mümkün olacaq. Niyə? İndi yenə də birində çəkdik. Birinci, tutaq ki, birinci kağız çıxdı. Sonra ikinci kağız çıxdı. Sonra üçüncü kağız çıxdı. Tutaq ki, 3 dənə kağız çıxan kimi götürməyə başlayayım. O zaman 4, 5, 6'ını gözləmirəm. Hələ ki, indi bu zaman üçüncü kağızı götürsəm, birinci 3 olmuş olacaq. Sonra ikinci götürsəm 2 olacaq. Sonra birinci çıxarsa, birinci götürsəm 1 olacaq. Bundan sonra gözləyirəm ki, bu dəfə də 4-dən 5-ci kağız çıxsın. İndi 4-cü tutaq kağız çıxdı. 4-cünü götürmürəm, gözləyirəm 5-ci də çıxsın. O zaman 5-ci də gəlsə və burada 6-cını gözləmədən 5-cini götürmüş olsam, yəni istədiyi vaxt götürür də. O zaman 5-cini götürsəm 5 gələ bilər. Sonra 4-cünü götürsəm 4 gələ bilər. Sonra bunları götürdükdən sonra 6-nı gözləyirəm, 6 çıxır və 6-nı götürürəm, olur 3, 2, 1, 5, 4, 6. Yəni sıralamamız da uyğun oldu. Keçid D var. Yəni belə anlaşılır ki, cavabımız D'dir. Yəni D mümkün deyil. Bir baxaq görək niyə mümkün deyil, buna baxaq. İndi tutaq ki, printerdir. Buradan əvvəlcə biz bax buradan 4, 5, 6'dan başlayıbdır. Birinci, yəni burada pozulur bizim şərtimiz. Niyə? 4, 5, 6, 3, 2, 1. Çünki əvvəlcə məsəl üçün printerdən nə çıxır? Birinci kağız çıxır da. Çünki bu burada ən axırda 1'dirsə, demək axıra kimi gözləyib ki, bu axıra kimi gözləməlidir ki, ən axırıncı birinci kağız götürsün də.
Çünki bax kağız 1-dən başlayır. Birinci çıxdı. Biraz 2 çəkeyim bu. Çünki burada biraz çox ədədlər gedəcək. Burada nə yeməkdə vurum? 2 çəkək. Buradan birinci kağız çıxdı. Bu birinci kağızdır, bu 1. Sonra ikinci kağız çıxır. Bu 2. Sonra üçüncü kağız çıxır buradan. Bura 3 yazdım. Sonra dördüncü çıxsın. Heç birini götürmürəm. Sonra 5-ci çıxsın. Bura 5 yazdım. Sonra da 6-cı çıxsın. 6 yazdım. Əgər mən bunu belə gözləsəm, o zaman yəni axıra kimi gözləməliyəm ki, ən üstdən başlasam, birinci 6 gələcək, sonra 5-ci kağız götürəcəm, sonra 4-cü kağız götürəcəm, sonra 3-cü kağız götürəcəm, sonra 2-ci kağız götürəcəm və sonra 1-ci kağız götürəcəm. Yəni normal belə olmalıdır. Birinci kağızın axırda gəlməsi üçün. Ən axırda gəlib də. Ən axırda gəlibsə sıralamamız bu cür olması lazım idi. Yəni mən axıra kimi gözləməli idim ki, bütün kağızlar çıxsın ki, mən kağızları ən üstdən başlayaraq, ən axırıncı çıxan kağızdan başlayaraq götürsəm, elə ən axırda birinci kağız götürmüş olacaqdım. Yəni ancaq bu cür olarsa mümkündür. Başqa bir cür mümkün deyil. Amma burada gördüyümüz kimi sanki elə bir əvvəlcə 4-cü kağız çıxıbdı burada. Sonra 5-ci çıxıb, sonra 6-cı çıxıb. Bu da gözləməyib, başlayıb götürməyə. 4, 5, 6-cı götürüb. Sonra 2, 3, 1 çıxır. Yəni belə mümkün deyil. Çünki ən başdan birinci kağız çıxması lazımdır. Yəni 4-dən, 5-dən, 6-dan başlaya bilməz. Ona görə də D variantı uyğun gəlmir. Bizim cavabımızda D variantı olur. Keçirik. İndi 12-ci suala. 12-ci sual deyir ki, x üstə gəl 2y bərabər 30 olarsa, 5-də x üstə gəl 3-də 2y, üstə gəl 5-də 2y, üstə gəl 3-də x ifadəsinin qiymətini tapın. Burada biz durub ortaq məxrəc axtarmaya ehtiyac yoxdur. Hal-hazırda 5 ilə 5, məsələn 5, 3, 5, 3-lərə ortaq məxrəcə ehtiyac yoxdur. Əvvəlcə belə düşünəcəyik. Məxrəci 5 olanları toplayacağım. Gördüyümüz kimi burada məxrəci 5 olanlar 5-də x-dir, qruplaşdırıram. Üstə gəl 5-də 2y-dir. Sonra üstə gəl məxrəci 3 olanlar yazacağım. 3-də 2y, üstə gəl 3-də x, bunu yazdım. Bunları qruplaşdırdım, yəni bununla bunu qruplaşdırdım, məxrəci 5 olanları gördüyümüz kimi. Sonra məxrəci 3 olanları qruplaşdırırıq, yəni toplananlar yerində dəyişədən cəm dəyişmir. Ona görə də belə istədiyimiz yerdə yaza bilərik bu toplananları. Bunu bura yaza bilərik və ya bunu bura yaza bilərik, fərq etmir. Nəsə, indi hər ikisi məxrəci 5 olduğu üçün bunları toplasaq alınacaq 5-də x plus 2y. Üstə gəl, bu ikisinin məxrəci 3 olduğu üçün bunu belə yaza bilərik. 3-də x üstə gəl 2y yaza bilərik bunu da. Buradan da gördüyümüz kimi bizə şərtdə x plus y-i nə verib? 30 verib. Gördüyümüz kimi burada da x plus 2y var. Burada da x plus 2y var. Demək ki, hər birinin surətini 30 yazacaq. Bu olacaq 5-də 30. Çünki x plus 2y-imiz 30 da. Burada da biz x plus 2y yerinə 30'u yazdırıq gördüyümüz kimi. Burada da x plus 2y yerinə 30 yazacağım. Burada 3'də 30 olur. Bunları toplayacaq. İndi bu 3'də 30, 5'də 30, 6 deməkdir. İxtisacı burada 6 qalır, bərabər 6. Bu 30'dan 3 çıxacaq, burada 10 qalır. 10 üstəcək 6, eğir 16. Cavabımız 16. B bəndi olacaq. Keçirik növbəti suala, 13-cü suala. 13-cü suala deyir ki, x, y, z tam ədədlərdir. X çıxılsın y, z olarsa, z olduğuna görə x üstə gəl, y çıxılsın z ifadəsinin qiyməti aşağıdakılardan hansı ola bilər? Gördüyümüz kimi burada z-in yerinə verib, x çıxılsın y verib da. Yəni burada və yaxud da belə yaza bilərik. Bax, bunları belə yazsaq. Məsələn, bax, bu x nəyi verib? Deməli, x çıxılsın y bərabər z. Buradan belə yaza bilərik ki,
Mesela burada belə bir şey edə bilər. Necə edə bilər? Mesela mən buradan x axtarmağa çalışacağam. X-i yox, y-i. Və y-i keçirəm bu tərəfə. Mənfi y-i. Mənfi y-i keçirəm bu tərəfə. Olacaq y. Z də bu tərəfə keçirsəm, olacaq 2 çıx z də elə olacaq. Əvvəl y. Mənfi y keçirdim bu tərəfə bərabərliyin. Müsbət y oldu. Müsbət z də bu tərəfə keçirdim. Mənfi z oldu. Yəni y bərabərdir. Buradan yaza bilərik ki, nəyə? X çıxılsın z-də. Bunu nəyə yazdım? İndi burada da bax bu x-dən bu z-i qruplaşdırıram, yan-yana gətirirəm. 2 çıx z. Yəni yenə də 2 çıx z. Bu müsbət y-də. Bunu buradan yazarım. Müsbət y. Gördüyümüz kimi x çıxılsın z-i nə dedik? Dedik ki, y-dir də. O zaman x çıx z-in yerinə burada y versək bütöv. Bunun yerinə. Üstə gəl bu y alınacaq 2y. Yəni bura alındı 2y. Deyik ki, buranın qiyməti aşağıdaşlardan hansı ola bilər? Gördüyümüz kimi 2y olduğu üçün bu ifadəmiz, yəni y üstə gəl y çıxılsın z, sonuçta biz tapdıq ki, 2y bərabərdir. 2y bərabərdirsə, demək ki, və bizə burada da x, y, z tam ədəddir şərti verdiyi üçün, demək ki, 2y-imiz elə bir ədəd olmalıdır ki, həmin ədədi 2-yə böləndə y tam olsun. Çünki bizə deyir, y də z də tamdır. Yəni, 2y-imiz mütləq cüt ədəd olmalıdır. Yəni, məsəl üçün, hansı ola bilər yazı? Məsələn, 50 yazı, bura 2y bərabərdir 50 olur. Buradan y bərabərdir 25 alına bilər yəni. Və yaxud da 2y bərabərdir 52-dir. 52 yazıram. Buradan da y bərabərdir 26 ola bilər. Yəni, burada görürük ki, 2 dənə cavabımız var. 50 və 52. Normal şərtimizdə burada 2y yazacaqdım. Yəni, öz yazdığım sualda belə deyim, burada çapda unutmuşam, 2 vursun y yazmalıydım. Yəni, bu sual üçün, yəni belə olarsa, 2 dənə cavabımız var. Bunu düzəliş edəcəm PDF-də. Normalda burada x üstə gələn 2y yazmalı idim. 2x üstə gələn y yox, yəni burada x çıxılsın 2y yazmalı idim burada. Bərabərdir z. Belə yazsaydıq, o zaman bir cavab olsaydı. İndi bunun üzərindən baxaq. Əgər burada x çıx y yox, x çıxılsın 2y yazsaydım, cavabımız düz alınacaqdır. İndi baxaq, x çıxılsın 2y olanda, o zaman 2y bu tərəfə keçirsəydik, o zaman yenə də x çıxılsın z alınacaqdır, bərabər 2y. Burada da dediyimiz kimi, yəni bu x-lə bu z-i qruplaşdırsaq belə, x çıx z, y alınacaqdır. X çıx z-in də yerinə burada 2y tapmışıq deyə, burada 2y versəydik, 2y üstə gəl y bərabərdir 3y olacaqdır. 3y olduğu üçün burada cavablarda da yalnız 3-ə bölünən ədəd seçməli olacaqdır. Çünki y-imizin tam ədəd olması üçün 3y-in alacağı ədəd 3-ə bölünən ədəd, yəni 51 məsələn burada uyğun olacaq cavabımız. Əgər şərtimizi belə versəydim burasını. Neyse ki, 14-cü suala. 14-cü suala deyir ki, yuxarıdakı şəklin 7 ədəd bərabər tərəfli üçbucaqdan ibarətdir. Qırmızı xəttin uzunluğu AB və x olduğuna görə yaşıl xəttin uzunluğunu tapın. İşte həllimizi edək. Deməli, AB-nin 2x olduğunu tapmışıq. Buradan belə. AB haradır? Qırmızı xəttdə, yəni qırmızı xəttin uzunluğu. Göynən rəngliyim. A buradan bura B. Belə verib bizə nə? 2x verib. Yaşıl xəttin uzunluğunu axtarıq. Bizə deyir ki, 7 ədəd bərabər tərəfli üçbucaq verib. Yəni, 7 ədəd bərabər tərəfli üçbucaq deyərkən bu nəzərətdir. Məsələn, biri budur. Sonra biri budur. Qırmızından göstərim daşı bura. Sonra biri buradır, balaca. Sonra biri budur. Veya budur, sonra budur, budur. Yəni, hamısı bərabər tərəfli üçbucaqlarsa, ancaq bir-birinə fərqli ədədlərdir. İndi, ta ki, bu bərabər tərəfli üçbucağın bütün tərəflərini x götürürəm, burada. O zaman bununkini y götürəcəm, bütün tərəflərini, bu balacanı. Sonra bu balaca üçbucaqla buranı
Bütün tərəfdən A verirəm. Yəni buradan bura A'dır. Belə. Bura nöqtələr qoyaq. Burada A'dır, A'dır. Sonra bu üçbucağın tərəflərini B verək. Bərabər tərəflikdə bütün tərəflər B olacaq. Sonra buradan burada B olacaq. Sonra bunu bu üçbucaq üçün bərabər tərəfli olduğu üçün burada M verdim bütün tərəflərini. Sonra bura Z verək. Bu da bərabər tərəfli üçbucaqdır. Buradan bura. Bir də ki, bu üçbucaq qaldı. Buna da C verək bütün tərəflərini. İndi bizə deyibdir ki, bu 2x-dir. İndi x olan yeri silim. X-i silək qoy, problem yaranmasın. Burada n yazaq, n. Bizə deyək ki, qırmızı xəttin uzunluğu 2x-dir. Yəni, ümumi qırmızı xətt nəyə bərabərdir? Buna yumurlayam, bu n-dir, y-dir, a-dır, b-dir, m-dir, z-dir, c-dir. Bunlar hamısı birlikdə, hamısı cəm 2x-dir. Çünki AB xəttinin uzunluğu olmuş. Bizə nə deyir? Yaşıl xəttin uzunluğunu istəyir. Yaşıl xəttin uzunluğu biz bilirik ki, bax, burada bütün hamısını toplayıram. N-dir, üstə gəl bu qırmızı y, üstə gəl buradakı A, üstə gəl bu B, sonra üstə gəl bu M, üstə gəl buradakı Z, üstə gəl buradakı C. Bu bərabərdir 2x-ə. Biz də yaşıl xəttin uzunluğuna baxsaq, yaşıl xəttin uzunluqlarında 2 dənə n var, 2 dənə n yazıram. Üstə gəl. Yaşıl xəttə bax 2 dənə y var, burada 2y yazıram. Üstə gəl, burada da baxın, A-larımız da 2 dənə A-dır. 2A. Üstə gəl, gördüyümüz kimi burada B-lərimiz də 2 dənədir, yaşıl xətt üçün. Üstə gəl, M-lərimiz də 2 dənədir, yaşıl xətt üçün gördüyümüz kimi burada. Üstə gəl, Z-lərimiz də 2 dənədir. Və C-lərimiz də yaşıl xətt üçün 2 dənə xəttdir, yəni eyni boyda. Çünki bərabər tərəf üçbucaqdaydı, ona görə. Bərabər sual gəlsin. Bunu axtaraq. Burada da gördüyümüz kimi 1N, 1Y, 1A, B, C, Z hamısından 1 dənə olanda 2x-dirsə, hər birindən 2 dənədirsə, demək ki, 2 dəfə çox olacaq. Yəni, burada 2-ni mörtəzi xaricini çıxarsaq, bütün 2-ləri silirəm, mörtəzi xaricini çıxarırıq, 2-ni bağlayırıq mörtəzəni belə, 2-ni hamısını silirəm, 2 mörtəzi xaricini çıxartdım, alınacaq. 2 vurulsun N, Y, A, B, M, Z və C-nin cəmi. Bu da bura bizə 2x olduğu üçün, o zaman bu 2-ni vuracam bu qiymətə 2x-ə. Gördüyümüz kimi burada elə üstdəki bu da, yəni 2x deyəni 2x vuram, 2 vurulsun, burada 2 var. Vurulsun nə? 2x. Bu deyəcək 4x. Bu qədər. Yaşıl xəttin uzunluğu olacaq 4x, cavab B bəndi. Keçək indi neçənci suala? 15-ci suala. 15-ci sual biraz uzun gedir, amma yenə də həllimiz edək. Bir universitetdə tələbə şəxsiyyət nömrələri A, B, C, D, Y, F, X formasındadır. Bu nömrə 6 rəqəmli bir ədəd və bu ədəddən tire işarəsi ilə ayrılmış nəzarət məqsədli X rəqəmindən ibarətdir. Tələbə nömrələrinin düzgünlüyünü yoxlamaq üçün aşağıdakı üsuldan istifadə olunur. K bərabər A plus B, L bərabər C vur D. Yəni K bərabər nə qarı? Məsələn, bu ilk 2 dənə hərf var. Bu 2 dənə hərfin cəmi K-dır. Sonra bu 2 dənə C və D-nin hasili L-dir. Sonra D ilə F-nin fərqi, yəni bu D ilə bu F-nin fərqi modlu M-dir.
Demək qiymətlər hesablanır və bundan sonra KLM-in qiymətləri tapıldıqdan sonra belə buradan bunun cəmi tapılır. Bir cəminin KLM cəminin 10-a bölməsi olan qalıq tapılır. Toplu 10-a böl qalıq tapılır. Əgər bu qalıq x-ə bərabərdirsə, yəni bu tirəyə qoyub x yazmışıq, buna bərabərdirsə, deməli təbir nömrəsi doğru hesab olunur. Məsələn, bax, bir ilə bizə verib belə 1.046.291 verib. İndi burada 2 dənə ilk ədədi toplayıbdır, count tapıb, 1, 1. Sonra növbəti 2 dənə ədədi 4-6 hasidir, L olub, yəni 24. L oldu 24. Sonra bu D, burada da gördüyümüz kimi burada D göstərir. Bax, D durur, burada F. D ilə F-in fərqini verir. Yəni sondan birinci və üçüncü ədədin. Sondan birinci və üçüncü ədədin fərqi. Bax, 2-dir. 1 gözün. 9-dan 1 çıxmayacaq, 8. Yox. Burada 9-dan 1 çıxıb. 9-dan 1 yox. 2-dən 1 çıxmalıydı. C çıxılsın, F verib. 2-dən 9-un yeri o zaman səhmi düşüb. D çıxılsın. Gözləyim yenə. Bu sualda da problem varmı? Bunu bir dənə kəşf edeyim. Burada D çıx F yox, Y çıx F-dir. Nəysə, bu sualda da bir çap səhv etmişəm. Şagirdlər bunu nəzərə alın. PDF-i düzəldib göndərəcəm. Düzgün PDF. Y çıx F-dir. Bu da yəni, çünki əvvəl ikisi, bu ikisi, sonra bu ikisi olmalıdır da. Y çıx F. İndi burada da Y çıx F, yəni gördüyümüz kimi 9 çıx 1 yazmışıq da. 9 çıx 1, yəni onsuz da bura baxdığımızda problem olmur. Sadəcə burada hərfi D yazılıbdır. Yəni D yox, burada Y olmalıdır. Y yazılması lazım idi. Yəni bu Y yazılması da ən axırda bu şərtdə də görsənir ki 9 çıx 1, yəni son 2 ədədin fərqini yazmışıq da burada, yəni. Buradan görünür, yəni son 2 rəqəm. Yəni bura baxsaq, yəni düzgün yazmış alacaqdıq buranı da. Yəni son 2 rəqəm, məsələn 5 çıx 1 yazasıyıq burada da. Sadəcə burada bir dənə D yazmışam. Həmin D yox, Y olmalıydı. Yəni çapda səhv yol vermişəm. Bura Y. Nəzər. İndi gördüyümüz kimi buradan da verdiyində yəni görsənir ki 1 ilə 0 toplayıb, 1 K üzüm 1 tapmışıq. Sonra 6-dan 4-ün hası 24. Sonra da ən axırda bu 9-dan 1, yəni YF fərqi. Elə da YF son ikisi. Nəsə, davam edək. Deməli, burada sadəcə bu 2 ilə silsək, 2 də olmalı deyildi burada. Çünki burada bu ikisi 4-ün 6 və 91. İndi keçək, 4, 6 24, 9-dan 1 çıxınca 8. Yəni burada gördüyümüz kimi 2-ni istifadə etməyib. Sadəcə 9-dan 1-in fərqini 8 alıb. İndi bura baxası olsaq, burada da ilk 2 ədədimiz 4-ün 6-dır. Deməli, bunların cəmini tapmalıyıq. 4 üstəgəl A. Bu yiyəcək nə? K hərfi. K olacaq 4 üstəgəl A. Sonra L axtaracaq. L olacaq. Burada sonraki 2 ədəd, yəni 0-dan 2-dir. Bərabərdir 0 vursun 2. Bərabərdir 0 yiyəcək. Sonra M-ə baxsaq, M. O zaman bu 2 rəqəm arasında fərqi axtarır. Yəni modulda 5 çıx 1 bərabərdir 4. Sonra bunların cəmini axtarıq. Yəni 4 üstəgəl A, K, yəni 4 üstəgəl A, üstəgəl L 0 oldu. Üstəgəl bizim M 4. Bunları toplasaq, alınacaq bərabərdir. Göylə yazaq. 800 A olacaq. İndi bu 800 A-nı 10-a bölübdür.
10'a bölübdür. Yəni 10'a bölmək. Çünki bayaq məsəl üçün 33 idi, 33'ü 10'a bölmüşdü, qalıq 3 tapmışdı da. Həqiqətən də baxın burada 2 bu 3, yəni x burada dedik x baxın. Buradakı x ümumi bunları həll edəndən sonra k, l, m-i tapıb 10'a böləndə alınan qalıq elə buradakı olmalıdır. İndi burada da bizə axıra nə verib? 1 verib. Yəni bizə deyir ki, bizim bu k, l, m-i tapandan sonra bunların cəmi oldu 8+a. Buradan yazdım elə. 8+a oldu. K L üstüyə M cəmi 8+a tapdıq. Həmin bu ədədi 10'a böləndə qalıq 1 qalmalıdır. Niyə? Çünki axırı 1'dirsə, bu 1 elə bu cəmin 10'a bölünməsindən alınan qalığın 1 olduğunu göstərir. Əgər iki tələbənin nömrəsi doğru olduğuna görə doğrudursa, bunu 10'a bölündə qalıq 1 olmalıdır. İndi 8+a nə olsa 10'a bölündə 1 qalxar, 11 olsa məsəl üçün. Yəni A-nın yeni rəqəm qoyasıq da. A, B, C, D, Y hamısı rəqəmlərdir. Bunun 6 rəqəmli bir ədəddir. 6 rəqəmli olduğu üçün, yəni A-nın özü də bir rəqəmdir. Yəni durub bura A-ya 11 falan yaza bilmirik. Məcburuq ki, A-nın yerinə 3 yazaq. 8+3 11'i 11'in 10'a bölündə bizə qalıq 1 verir. Demək ki, A nədir? 3 olacaq. Cavab B bəndi yəni. İzahımız bu qədər. Şəhər bölməsindəki Edubazı təhsil platformasının Instagramdır, WhatsApp'dır, Telegram'dır. Kanallarına da qoşulmağı unutmayın. Həmin kanal və qruplar hər ikisi açıqdır. Orada da bu tip suallardan paylaşılır. Hər ay 1-2 dənə, ancaq ümumi ödənişli sınaqlar qrupuna daxil olmaq istəyirsə, çox cüzi miqdarda ödəniş edin və təxminən 90-100'ə yaxın bu tip suallar 90'a və 100'ə yaxın sınaqlardan ibarət sualları yazın. Yəni bu o demək ki, orada 1000'ə yaxın sual alacaq bu tip. Siz onları işləyərək uğur qazanacağınız mütləqdir yəni. Sağ olun, təşəkkür edirəm.